Salam dəyərli izləyicilərim. Bugün sizə Şuşa romanında ümumi 4 sot torpağın içində yerləşən 7 otaqlı, əziz izləyicilərim, 5 otaq bu 2 mərtəbəli evimizdir. Hərəsi bir otaq, mətbəx, sanuzeldə ayrı-ayrı, bu gördüyünüz soldakı evlərdə xodu çölədir, ayrı-ayrı kirayə verilmiş evlərdir. Əzizlərim, evimizin sənəti qubcadır, qiyməti 135.000 manatdır. Əzizlərim, əziz izləyicilərim, gedəyin evimizin içərisi ilə tanış olağın. Qeyd etdiyim kimi evimizin qabağında 25-26 metrlik navesi də var əzizlərim. Həyət üçün sanuzel. Əzizlərim, birinci mərtəbəmiz evdən 5 daş kürsülüdür. Bura evimizin giriş hissəsidir. Bura qonaq otağıdır. Bura mətbəx. Bura sanuzel. Əzizlərim, indi gedəyin evimizin ikinci mərtəbəsi ilə tanış olağın. İkinci mərtəbədə 3 qonaq otağı, 1 dənə uşaq otağı, 3 dənə yataq otağı, 1 dənə də qonaq otağıdır, bir də sanuzel. Qeyd etdiyim kimi evimizin qiyməti 135.000 manatdır. Əzizlərim, burada sizə dediyim həmin evlərdir ki, kodları çölədir. Yəni kim istəyir, yəni əgər otaqları artıqsa adi dilini belə kirayə də verə bilər, kodu çölədir. Tam ayrıdır, həyətə heç bir girişi yoxdur. Mətbəxi, sanuzeli hamısı ayrı-ayrılıqda. 2 dənə eyni evdir. Məncə o birisini çəkməyə ehtiyac yoxdur.